Nə oldu, onu ləğv edəcəkdi, bəs o lənətli idi, nə oldu, niyə İsraili vurmur? Bunların bundan Ruhullah Xamneyin iqtidara gələndə İsraillə əməkdaşlığı, məktub yazması, Richard Nixona, ona yazmağı, buna yazmağı. Yəni indi yenə gələcəyik. Mən İsraili vurmaq istəmirəm ha. Yox. O insanlar orada rahat yaşamaq istəyirəm, amma fakt ondan ibarətdir ki, onlar bezibləri o bilirsiniz də yer altında gedib izlənməkdən filan insanlar beziblər, balaca ölkədirlər. Amma indi bu hal-hazırda sən füzə atırsan, ancaq müsəlman dövlətlərini atırsan. Dubaya atırsan. Dubaya atırsan, mən Saudi Ərəbistanı niyə atmır indi? Bilirsiniz də Pakistan ona nota verdi ki, ora atsan, elə mənə atmış kimi olursan. Çünki Saudi Ərəbistanla Pakistan onlar Pakistan xalqını, Pakistan dövlətini qəbul etməyən İran indi Pakistan vasitəsilə Bəli. Və İsrailə bir dənə də olsun füzə yox, balaca bir güllə də atmamısan. Deməli sənin dərdin o müsəlmanlar dərdidir və üstəlik də dərdin Azərbaycan dərdidir. Türkiyəyə də atırdın. Cavad Xarici İşlər Naziri Duran deyib ki, Pəhləviyin qarşı, yəni Şahın oğluna qarşı və o cümlədən Türkiyə ilə bizim aramızı vurmaq istəyən planları, oyunları da pozdu. Azərbaycanın da 2 dəqiqədən bir hadisə. İndi deyirsən ki, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdə nə qədər hərbi bazası var, çıxmalıdır, bu olmalıdır. Amma o diplomatik masada oturanda bunlar yox idi. İraqdan İraq hakimiyyəti özü könüllü Amerika ilə danışıqlar vasitəsilə çıxardır. Könüllü, amma şirkətlər də digərləri qalacaq. Bu belə də olacaq. Yəni, atmır. Ümumiyyətlə, bu müharibə də elə hər iki tərəf üçün də, əsas da İran üçün də ən böyük bu işin də uzanmasını Vladimir Putinə sərf edir. Neft və s. Məncə Amerika sərf edir. Yox, o Amerikaya, o sizin təhlilinizlə baxmışam. Amma da indi enerji məsələsi var da, Kamran bəy. Var da, o Amerika satır deyil mi? Hə, Amerika satır. Mən sizin o təhlilinizə baxmışam. Yox, mən faktı deyirəm ancaq, təhlil yox, mən ondan xəbərim var, baxmışam. Mən baxmayaraq yox edim, amma izləyirdim sizi. İndi bilirsiniz, bu cəbhə müharibə genişlənir. Bax, düzdür, bu müharibə vaxtı deyirdi ki, Vladimir Putin. Biz sizə enerji verməyə hazırıq. Bu müharibə gedir. Görürsünüz, Hörmüz, Boğazı falan bəhməkən, amma heç kim deyir ki, yox, sənin enerjin bizə lazım deyil. Bax, indi İran bombalanır, düzdür, Putin səsi çıxırmı? Çıxmayacaq da. Bir kəlmə də danışmır. Bilirsiniz, Cavad Şərif tərif verir. Mən çox təəssüf keçirəm. Türkiyənin adını çəkib, Rusiya, nə bilim, Çin. Amma Azərbaycan sizə humanitar yardım da eləyir. Dəstək də olub. Biz öz xalqımızın yönləmişik. Səni, əlbəttə, biz o hüquqlar beynəlxalq. Amma yoxdur, sən onun Azərbaycan adını çəkmirsən. İndi Rusiya Federasiyası da sənə indi deyirsən, hə, düzdür, Trump da deyir, sən kəşfiyyat məlumatları ötürürsən. Çinin də kəşfiyyat məlumatları ötürmür. Bunun üçün gəlib orada vuruşmaq da fikri yoxdur İranıya. Müəyyən humanitar dəstək. Çin ümumiyyətlə müharibələrdən hamısından həmişə. Hə, humanitar dəstək olur. İndi İran Pezeşkiyan deyib, zaman-zaman bəyanatlar verir, nə bilim, indi güya sizə silah verilib, nə verilib Rusiya tərəfindən mən bilinmir. Ola bilər, olmaya da bilər, bunlar iddialardır, Çinin də deyir dəstəyi var. Amma heç kim sizə gəlib Amerika Birləşmiş Ştatlarının yanında İranla birlikdə vuruşmayacaq və fikri də yoxdur. O cümlədən də Çinin. Heç Amerika İraq da bildirən yoxdur. Yox. Yəni, ha vaxt istəsə vuracaq, ha vaxt istəsə də dayanacaq. Hamı bəyanat verir. Hə, İran burada indi öz oyunlarını oynayır. Hiləgər fars diplomatiyası, bu nə qədər də biz qəbul etsək, etməsək də bu oyun. Hörmüz oyununu oynayır. Bu müharibənin uzanması Təmur bəy, gəlin onu